Buongiorno a tutti, hər kəsə salam. Bu dəfə videonu test məqsədi ilə səsli şəkildə paylaşma qərarı aldım. Andiamo, getdik. Bilməyənlər üçün qeyd edim ki, İtalyan dilini tədris edirəm. Daim çalışıram ki, özümü inkişaf etdirim. İyul ayı tətil dövrü olmasından istifadə edib, Roma şəhərində İtalyan dili müəllimləri üçün təşkil olunmuş maraqlı kurs tapdım və iştirak etmə hüququ əldə etdim. Ora hazırlaşıram. Bu hədiyyələr əməkdaşlıq etdiyimiz ADASİM təşkilatı və onun nümayəndələri üçündür. Qısa vaxtda Azərbaycana aid simvolik hədiyyələr hazırlamaq üçün çox gəlib axtardım. Nə alacağımı bilmirdim. Burada açıb göstərə bilmədim. Bizim milli şirniyyatlarımız, paxlava və şəkər bura var. Bu bağlamada isə qələm və bloknotdur. Və Bakının gözəl mənzərələri olan kiçik bir fincan dəsti. Burada isə bizim musiqi alətlərinə aid gözəl bir suvenirdir. Onların reaksiyasını görəndə bildim ki, seçimim doğru oldu. Və siz olsaydınız nələr alıb hədiyyə edərdiniz? Rəydə yaza bilərsiniz. Ənənəyə sadiq qalaraq Airport Check-Fit. Yola çıxıram. Uçuşa qədər vaxtım olduğu üçün duty free-də məhsullara baxıram. To fasten your seatbelt, push out together, carry back, please, the hands on fasten it, take off the button. Now we're going to show you how to Burada əyləşib isti çay və çox sevdiyim Napolitan şirniyyat olan sfogliatelli aldım. Çox dadlı idi, bir dəfə mütləq dadın. Günə espresso və Siciliya şirniyyatı cannolo ilə başladım.
Pemiçina aeroportundan çıxıb sağ istiqamətə doğru getdim. Burada shuttle basların dayandığı yerlər olur. Television adlı shuttle bus ilə terminaya yola düşdüm. Qiyməti 4 avro idi. Çox vaxt tam basdan istifadə etmişəm. Onun qiyməti 7 avro olsa da bu daha rahat idi və marşrutu daha mənzərəli idi. Bu gəlişim turistik məqsədli olmadığı üçün və havanın olduqca isti olmasına görə bu mənim üçün qısa bir növ şəhər turu oldu. Hava bugün həqiqətən də isti idi. Bura Piazza del Popolo. Buradan keçib İtalyan dili kitablarında tez-tez adı vurğulanan Via del Corso tərəfə gedirəm. Əsas məşhur mağazalar burada yerləşir. İsti havadan uzaqlaşmaq və biraz sərinləmək üçün demək olar ki, boş vaxtımı burada keçirirdim. Roma. Romada ilk günüm bazar gününə təsadüf etdiyimdən bunu fürsət bilib yaxındakı mağazaları gəzdim. Ümid edirəm sizə də maraqlı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Görüşərik. A presto.